Qarpız var, üzüm var. Ablanın ətri də çox möhtəşəm ətri var. Çox möhtəşəm ətri var. Bunlar da uşaqlar üçün şampundur. Braziliya istehsalıdır. Arqan yağından Braziliyanın istehsalıdır. Braziliyada arqanlar məsəl üçün var, burada Braziliyandır. Bunun özəlliyi nədir belə? Yəni ki, nə? Şampundur. Qarpızdır, banandır, müxtəlif meyvələr. Bir ki, kokteyl yəni çox gözəl ətri var. Bundan uşaqlarınızı ala bilərsiniz. Dostlar, salam, hər vaxtınız xeyir olsun. Yenə Bakıda maraqlı bir mağaza tapmışam. Braziliya kosmetikalar, Braziliya məhsulları olan mağazadır bura. Ünvan yerləşir Nizami metrosunun yanında, Cəfər Cabbarlı küçəsi 16-da yerləşir. Hal-hazırda daxil olacaq mağazaya, məhsullarla, qiymətlərlə tanış olacaq. Daxil olaq mağazaya. Gördüyünüz kimi Braziliya kosmetikaları. İlk videonu beğenmeyi, şərhlərdə fikirlər bildirin, kanala abunə olmağı unutmayın. Bunlar Braziliyanın şampunlarıdır. Şampunlar, maskalar, deski şampunlar, hamısı Braziliyandır. Bunlar məsələn burada Braziliyandır. Bunun özəlliyi nədir belə? Yəni ki, nə? Bunlar baxım məhsullardır, professionaldılar. Professional, yəni ki, istifadə. Adi şampunlar kimi deyil, 2 qat güclüdür. 2 qat güclü olur da bunlar. Orqanik, təbii Braziliya məhsuludur. Burada hər saç tipinə uyğun var. Buruq saçlar üçün ayrıdır, yağlı saçlar üçün ayrıdır, quru saçlar üçün. Hər saçın özünə uyğundur. Argan var, koko var, kaviar var. Kaviar yəni ikra balıq kürüsüdür. Bu balıq kürüsündən olan. Balıq kürüsüdür, sonra bax kokodur. Argan da argan yağı tərkiblidir. Bu argan yağı tərkibi əsl argan yağından olan şampun istəyirlər. Hamı çox adam istəyir. Bu əmin ola bilərsiniz ki, natural argan yağından Braziliyanın istehsalıdır. Braziliyada argan təmiz, yəni natural argan yağı. Qiyməti də bu neçədir belə? 11 manatadır yəni. Kiçik ölçülər 11 manat. Kiçik ölçü 11 manat, yəni Braziliya istehsalıdır. Sonra bunu kişilər də istifadə edə bilər, xanımlar da istifadə edə bilər. Sonra burada at var, at şampunu, tökülən, uzanmayan saçlar üçün. Bu tökülən saçlar üçündür at şampunu. Uzanmayan saçlar. Bu detoks yazılan deyəsən bu təmizlik üçündür, dərin dip üçün, dərin. Digəri saçım çox yağlanır. O saçlar üçündür. Yağlanan saçlar üçün. Bunlar nədir bəs mənim? Bunlar da onların maskalarıdır. Hə, üz üçün maskalar. Yox, saç üçün. Saç üçün maskalardır, hə. Əsasən uzun saçlar üçün. Bunlar da uşaqlar üçün şampundur. Braziliya istehsalıdır. Yəni görürsüz saçlar necə gül çıxır, üstündə şəkli var. Uşaqlar rahat istifadə edə bilər də bunu. Parabensiz, kimyəvi tərkibi yoxdur. Orijinal Braziliya istehsalı. Bananı var. Bananlısı da var ha bu. Banan var, o da. Bu. Mango var, qarpız var, üzüm var. Ablanın ətri də çox möhtəşəm ətri var. Çox möhtəşəm ətri var. Bu manqol da. Hə, o manqol. Bunda çox gözəl ətri var, möhtəşəm dəqiqətdir. Bunlar neçə olur belə? 10 manat. 10 manata da yəni natural qiyməti yəni çox münasibdir. Braziliyadan gəlir. Bu uzaq okeanın o tayından gəlir. Bir də baxın, bunlar Braziliyada heç yerdə yoxdur şəhərdə bunlardan. Nədir belə? Deski şampunlardır. Hə, bu hədiyyəli uşaq üçün şampunlardır. Heç harda yoxdur bu. Yox, yoxdur onlarda. Qiyməti 10 manatdır. 2 dənəli belə. Belə hədiyyə vermək üçün də yaxşıdır da belə. Hədiyyəli Braziliya istehsalıdır bu da. Sonra burada maraqlı Braziliya. Braziliya istehsalı keratinlərdir. Professional seriyadır bu da. Keratindir, botoksdur. Bu Braziliya istehsalı tərkibi onun nə ilə? Onlar ustalar götürür. Belə də yəni kimsə yaxınlaşanda dükana az-az da götürə bilir. Qramla da verilir. Japanese style. Japanese style Braziliya istehsalı. Braziliya istehsalıdır, amma Yapon üsulu deməkdir də. Onlar düzləşməyə Yapon düzləşməsi deyirlər də. Ona görə onun şəkli. Yaponların saçı düz olmaqla məşhurdur. Yəni ona görə Yapon stili yazılıb. Kofe premiumdur, kofe greendir, kakao Brazildir, Braziliya istehsalı məhsullar. Bunlar da Braziliya istehsalı saç ütüləridir. Bunlar nə üçündür? Bunlar serumlardır. Sonra minoxidildir. Bunlar saç üçündür. Hamısı saç üçündür deməli. Bunlar hamısı saç üçün olan məhsullardır. Bu maskalar da Braziliya istehsalı. Aloe tərkiblidir. Aloe tərkibidir, kokodur. Bu da buruq saçın maskasıdır. O buruq saçın maskası. Hansı ki buruq saçlardır. Saçların ya kimyəvi zayıf qiymətlilər ya da özündən buruqdur. Onların sırf onların baxımıdır. Sırf onların baxımı üçün yəni Braziliya Professional istehsalı. seriyadır o da. Yəni salonlar istifadə edə bilər professional. Salonlar da belə evdə də alıb baxan kimi işləyirsən. Bunlar da professional seriyadır. Bəli, bəli. Çox məşhurdur şəhərdə salon var. Bunlar məşhurdur. Bəli, bəli. Keratin şampun. Keratin şampundur, bu da o maskasıdır. Bunlar keratin şampunu, yəni keratindən sonra saç bundan yuyulur. Bəli. Hə. Keratindən sonra ancaq adi saçlarda işlədə bilər. Adi saç. Baxım kimi, hə, adi saçlarda çox qəşəng. Kollagen tərkiblidir. Kollagendir.
Kollagen hər şampunda olmur. Bu nədir bəs? O da O da şam. onun maskasıdır baxın. Yuyandan sonra bu maskanı İtaliya istehsalı. Bunlar neçədir belə qiymətlər? 25 budur, 35 budur. Hayır, bu 25'ədir, bu 35'ədir. Böyüklərdir. Sonra Almaniyanın, İtaliyanın belə ölkələrin Deyəsən yalan oxşuyur. Lifli Liflidir. sabunlar deyirlər, onlardandır. lifli Hə, sabun. onun tərkibindəki o maçalka deyil, təbii bitki lifindən hazırlanır, yəni. Qiyməti 3 manatdır. Bəli. Bunlar da Bunlar- Rusiya istehsalıdır. Rusiyandır. Bunlar da Rusiya istehsalı Bunlar da kastadır. Rusiya firmasıdır. Eyni firmanın mallarıdır. Bu nə idi məsəl üçün? Onlar zayıfqa dərmanıdır ustalar üçün. Saçları vurur, 6 ay saçlar buruq qalır. Hə, bu saçları buruqluq saxlamaq üçündür də. Onu evdə istifadə etmək olar xanımlar. Yox, Ancaq usta. usta. Qiyməti belə 28 manat. Rusiya istehsalıdır bunlar Bəli. hamısı. Bunlar Rusiya Kimya istehsalıdır. zayıfqalardır. Bunlar isə biozayıfqalar. Aha. Yox, o bədən masajı üçün duzlu, yəni dəniz duzlu. Bunlar almanyumlardır. Almaniya markalı. Almaniya istehsalı. Tərkibində bal və süd olan belə şampun da deyəsən o. Bəli. E, Bədən losyonu. Vitamin C, bu tərkibində vitamin C olan nədir bu? Nəmləndirici deyəsən kremdir. Bədən losyonudur. Bədən losyonu. 100% orqanik məhsuldur. Ya mağazada ən çox Braziliya məhsuludur. Bir də digər Avropa ölkələrində məhsulları var, amma əsas Braziliya məhsullarıdır. Yəni maraqlı məhsullar var. Həm professional, həm də ki evdə özünüz işlədə bilərsiniz də bu cür. Ən çox soruşulan şey indi nano sprey tapancalar. nədir ki, nə üçündür? Bunlar ustalar üçündür. Ustalardır, ustalar üçün. Usta yəni ki salon salon. Belə bu. Ha. Bu nə idi məsəl üçün indi? Bu botoksu və yaxud spreyləri bunun içinə yığırlar bu qablaşdırmaya. Sonra buradan saça ultraviolet şüadır. Ultraviolet şüayla vururlar saça. saça ötürür. Bu da artıb azalmaq üçündür. Ha, gücünü artırır, azaldır. Azaldır buradan. Bu ampullar saça kimyəvi prosedurlar zamanı fərqi yoxdur. Kraska və ya kimyəvi nə bilim tozlar zamanı bunu tökürük məhlulun içinə. Saçı yanmadan, zədədən qoruyur. Hə, zədədən yanmadan qoyur ampullar. Əgər saçda zədə də varsa, zədəni bərpa edir. Bunlar nədir? İtalyan model. Hə, bu. Bunlar kişi bərbərləri üçün. Hə, kişi bərbərləri. Bu nədir belə? Bu da ustalar üçündür. Bütün lazerdir. Saça yerilən kraskanı, botoksu və yaxud da ki keratini saça necə deyilir, qalıcılığın çoxaldır. Qalıcı eləyir də, elə bir. Qalıcı eləyir, bəli. Professional məhsuldur bu da. Bunlar neçədir belə? Bunlar 260 manatdır. Aha, salonun üstündə də. Bəli, Braziliya istehsalı, Braziliya. Lis firmasının. Biz firması məşhurdur yəqin Braziliyada. Tanınmış. Tanınmış firmadır. Evet. Və ünvan yerləşir Nizami metrosunun yanında. Cəfər Cabbarlı 16 küçəsində. Metrosundan çıxanda keçirsiniz, biraz yuxarı qalxan kimi də. Hə. Rahat gəlib tapa bilərsiniz. Nömrəniz var, nömrə deyərsiniz, istəsəz düşsün. Kim istəsə yazar WhatsApp-a. Deyin düşsün nömrəniz. 077 077 405 405 75 25. 75-25 Braziliya məhsulları satılan mağazadır. Yəni belə çatdırılma da olur da kuryer vasitəsindən kim sifariş versə. Sifariş səhər götürürük sifarişləri kuryer vasitəsilə güvərcində çatdırırıq. Həm professional burada məhsullar var, həm də ki belə Bütün sadə rayonlara göndərişlərimiz var. bütün rayonlara göndərmə. Hətta Gürcüstana, şəhər kənarda göndərilir. Gürcüstan da var da göndərmə, ölkədən xaric göndərmə də olur. Müştərilərimiz var bizim orada. Bunlar Braziliya maskalarıdır. Hamısı belə də Braziliya istehsalı var buradakıların hamısı. Braziliya istehsalı maskalar, Braziliya istehsalı şampunlar. Belə gözəl şampun var. Qarpızlı uşaqlar üçün. Şampundur. Qarpızdır, banandır, müxtəlif meyvə. Belə bir kokteyl yəni. Çox gözəl ətri var. Bundan uşaqlarınızı ala bilərsiniz. Rahat. Bananlısı var, qarpızlısı var. Avokadosu var. Mangolu. Mangosu var. Böyle dostlar, videonu beğenin, şərhlərdə fikirlərinizi bildirin, kanala abunə olun. Bu videoya 500 beğeni verirsəz və qeyri-adi mağazalardan videoların davamı olacaq. Hələlik növbəti videolarda görüşəndə.